Sevdiyin animasiya və oyun personajları həyat verənlərin animatorlar olduğunu bilirdinmi? Onlar sabit şəkil və rəqəmsal modelləri hərəkətə gətirərək obrazları canlı hala gətirirlər. Animatorlar özləri də əsasən iki qrupa bölünürlər. 2D və 3D animatorlar. 2D animatorlar hərəkətləri kadr-kadr yaradırlar. Onlar ya hər bir səhnəni əl ilə çəkir, ya da Toon Boom Harmony və Adobe Animate kimi proqramlarla işləyirlər. Əsas məqsədləri düzgün pozalar qurmaq, zamanlama və hamar keçidlər etməkdir. 3D animatorlar isə Maya, Blender, Unreal Engine kimi proqramlarla modelləri hərəkət etdirirlər. Onlar həm rig, yəni virtual skelet sistemindən istifadə edir, həm də motion capture texnologiyası ilə real insan hərəkətlərini rəqəmsallaşdırırlar. İstifadə olunan metodlar fərqli olsa da, bütün animatorların məqsədi eynidir: mükəmməl animasiya yaratmaq. Unutmayın ki, animasiya sadəcə personajı hərəkət etdirmək deyil. Bu həm də aktyorluq, storytelling və fizika qanunlarını ahəng halında birləşdirməkdir. Elə buna görə də animatorlar çox vaxt rigging, modelləşdirmə və rejissor komandaları ilə sıx əməkdaşlıq edir.